Hər kəs salamlayıram. Bu videoda 5 maraqlı sürət məsələsinin həllinə baxacağıq. Gəlin keçək birinci məsələyə. Deməli, birinci məsələdə deyilir ki, eyni vaxtda körpüdən axın istiqamətində kater və sal yola düşür. Kater 30 km getdikdən sonra geri döndü və 21 km gedərək salla rastlaşdı. Çayın sürətinin hər yerdə 3 km/saat olduğunu bilərək katerin axına qarşı sürətini tapın. Deməli, burada gəlin sürətləri işarə eləyək. Tutaq ki, katerin öz sürəti, yəni durğun sudakı sürəti və kater bərabərdir x km/saat. Və çay, yəni çayın sürəti burada verilib 3 km/saat. Və sal. Salda məsələlərdə verilir. Sal öz sürəti olmayan bir alətdir. Yəni, çayın sürəti nə qədərdirsə, o da çayın sürəti ilə hərəkət edir. Yəni, V sal bərabərdir V çaya. O da bərabərdir 3 km/saat. Deməli, eyni vaxtda körpüdən çıxırlar. Tutaq ki, bu eyni vaxtda çıxdıqları nöqtə A nöqtəsi olsun. Buradan bir düz xətt çəkək. Deyir ki, 30 km getdikdən sonra geri döndü və 21 km gedərək salla rastlaşdı. 30 km deyə getdi, B nöqtəsinə çatdı. B-dən də 21 km gəldi, C nöqtəsinə çatdı. Bura 21 olacaq. AB ümumi 30 olduğuna görə burada 9 km olacaq. Kilometrdir bu. Deməli, biz katerin axına qarşı sürətini tapmalıyıq. Biz də eləyə bilərik. Deməli, fikir versəz, deyir ki, 25 km gedərək salla rastlaşır. İndi bunlar axın istiqamətində hərəkət edirlər də. Yəni, bu B-yə gələcək, sonra qayıdacaq, salla rastlaşacaq. Yəni, bu o deməkdir ki, bu A-dan B-yə gedir, B-dən də C-yə qayıdır, salla rastlaşır. Yəni, A-dan B-yə getdiyi və B-dən C-yə qayıtdığı müddətə salda A-dan C-yə gedir. Tutuz fikrimi. Yəni, bunlar eyni nöqtədən çıxırlar və bir müddət sonra, yəni eyni müddətə, eyni nöqtədə görüşürlər. Yəni, zamanlar bərabər olur. Sürətlər və gedilən yollar fərqli olsa da, onlar eyni vaxt bir nöqtədən çıxırlar və bir müddət sonra eyni nöqtədə görüşürlər. Yəni, onu demək istəyirəm ki, kater A-dan B-yə hərəkət edir. Nə qədər gedir? 30. Bu A-dan B-yə hərəkət eləyəndə, A-dan B-yə çatanda nə qədər vaxt sərf edir? S bölünsün V qədər. S1 böl V1. Katerdən danışırıq. Üstə gəl. B-dən C-yə nə qədər sərf edəcək? S2 olsun, böl V2 olsun. İndi baxaq, S1 nə idi dedik? A-dan B-yə gedəndə. S yoldur. A-dan B-yə məsafə nə qədərdir? 30-dur. 30 yazırıq. V1 nə qədərdir? Burada verilmişdir ki, axın istiqamətində hərəkət edirlər. Yəni, katerin öz sürəti x olsa da, axın istiqamətində ona çayın sürəti əlavə olunur. Yəni, x plus 3 olur sürəti. Üstə gəl. S2 nə idi? Qayıtdığı zaman, C-yə döndüyü zaman getdiyi yol idi. Yəni, 21. V-si nə qədər olacaq? İndi çayın istiqamətində gedir, lakin əksinə döndükdə axına qarşı getmiş olur. Yəni, öz sürətindən çayın sürəti çıxılır. X çıx 3 olur. Bu nə oldu? T. Yəni, bunlar eyni vaxtda çatırlar da bir nöqtəyə. Deməli, sal da həmin vaxtda çatacaq. Sal üçün necə yazaram düsturu? Sal üçün AC məsafəsi bölünsün salın sürəti və sal bərabərdir. Salın sürəti dedik, çayın sürətinə bərabərdir. Yəni, 3-ə. AC məsafəsi də 9-dur. Yəni, bu 3-ə bərabərdir. Həmçinin eyni müddət olduğuna görə, eyni müddətə bir nöqtədə görüşdüklərinə görə bu da T-yə bərabər olur. Bu ifadələri bir-birinə bərabər eləyək. X plus 3-də 30, üstə gəlir. X minus 3-də 21 bərabərdir 3. Orta məxrəcə gətirək. X kvadrat minus 9, 30x çıx 90, üstə gəl 21x, üstə gəl 63, bərabərdir 3-ə. Yəni, 3x kvadrat minus 27 bərabərdir 51x minus 27.
3x kvadrat minus 51x 27'lər gedir də. Bərabərdir 0-a. 3x mötərizə xaricinə çıxsa, x çıx 17 bərabərdir 0. X bərabərdir ya 0 olar, ya x bərabərdir 17 olar. Lakin bu müəyyən sürətlə hərəkət elədiyinə görə onda x-a 0 verməyəcəyik, x-a 17 verəcəyik. Axına qarşı sürət nədir? Öz sürətindən çayın sürəti çıxılırdır. Yəni x çıx 3, yəni 17 çıx 3, yəni 14. Cavabımız A variantıdır. İndi keçək ikinci suala. Deməli deyilir ki, kənddən 12 kilometr məsafədə olan şəhərə 2 piyada yola düşür. Kəndi deyək K nöqtəsi olsun. Bir şəhərə gedirlər, 2 piyada gedir. Şəhərdə bura olsun. Aha. Birinci piyadanın sürəti ikincidən 1 km/saat çox olduğundan şəhərə 1 saat tez çatdı. Birinci piyada yola neçə saat vaxt sərf etmişdir? Aha. Buradan bura qədər məsafə verilib ki, 12 kilometrdir. Birinci piyadanın sürəti ikincindən 1 km/saat çoxdur. Tutaq ki, ikinci piyadanın sürəti V2 bərabərdir x kilometr bölünsün saat. Birincinin sürəti də x plus 1 kilometr bölünsün saat olacaq. Və deyir ki, şəhərə 1 saat tez çatdı. Birinci. Yəni T1 olacaq. T çıx 1. İkincidə olacaq. T2-si bərabərdir T. Aralarında 1 saat fərq var. Birinci daha tez çatır. Birinci piyada yola neçə saat vaxt sərf etmişdir? Biz bilirik ki, bunlar eyni yerə gedirlər və eyni məsafəni qət edirlər. Deməli, gedilən yollar bir-birinə bərabər olacaq. Yəni, V1, T1 bərabərdir V2, T2-yə. Bunları vuraq. Və həmçinin bunlar da 12-yə bərabərdir. 12 kilometrə bərabərdir. V1, T1 nədir? V1, T1, x plus 1 vur T minus 1 bərabərdir xt-yə bərabərdir 12-yə. İndi birincisini açaq. Xt plus t minus x minus 1 bərabərdir xt-yə. Xt ilə gedəcək. T bərabərdir x plus 1. İndi xt 12 idi. Onda t nəyə bərabər olur? Buna əsasən. T olur 12 böl x. Yerinə yazsam 12 böl x bərabərdir x plus 1. Hər tərəf x-a vuraq. 12 bərabərdir x kvadrat plus x. 12-ni digər tərəfə keçirək. X kvadrat plus x minus 12 bərabərdir 0-a. Vuruqları açsaq x plus 4 x minus 3 bərabərdir 0. Ya x olacaq -4, ya x olacaq 3. -4 ola bilməz. Çünki -4 biz sürətdən danışırıq deyə sürət mənfi qiymət almır. Deməli, mənfi qoymayacaq yerinə. X bərabərdir 3 olacaq. Bizdən də tələb eləyir. Birinci piyada yola neçə saat vaxt sərf etmişdir. Yəni, bizdən deməli, T çıx 1-in qiymətini soruşur. X-i tapdıqdan sonra biz T-ni tapa bilərik. X-i tapdıqdan sonra T bərabərdir. T, deməli, burada düsturumuz var idi bizim. Belə bir düstur idi. Yəni, T bərabərdir x üstə gəl 1. X 3 tapmışdı. Yəni, 3 üstə gəl 1 bərabərdir 4. T 4-dür. İndi, birinci dediyinə görə, birinci daha tez çatır axı. Burada qeyd eləmişik. T çıx 1 müddətə. Yəni, T1 bərabərdir. T çıx 1. Yəni, 4 çıx 1. Yəni, 3. Cavabımız 3-dür. Keçən növbəti suala. Deməli, maraqlı sualdır. Oxuyaq. Sürəti A km/saat olan avtomobil A nöqtəsindən sürəti B km/saat olan digər avtomobil C nöqtəsindən, burada göstərib, deməli, eyni zamanda qarşı-qarşıya hərəkət edərlərsə, yəni biri belə, biri belə. Beyin məntəqəsində 2 saatdan sonra görüşərlər. Əgər bu avtomobillər eyni zamanda, eyni istiqamətdə hərəkət edərlərsə, yəni belə, belə, adi istiqamətində,
A böyükdür B olduğunu bilərək arxadakı avtomobilin öndəki avtomobilə neçə saat sonra çatacağı müddəti tapın deyir. Yəni bunu biz A və B ilə ifadə edəcəyik. Gəlin indi o şəkildə verilən yolu özümüzə təsvir eləyək. Belə bir yol çəkək. A nöqtəsi, B nöqtəsi, C nöqtəsi olsun. Deməli, bunlar hansısa bir nöqtədə görüşürlər də, uzaq bir nöqtədə görüşürlər. Tutaq ki, bir K nöqtəsində görüşsünlər bunlar, K nöqtəsində. Deyir ki, qarşı-qarşıya hərəkət edəndə biri A-dan, biri C-dən. Bunlar B-də görüşürlər 2 saata. İndi A-dan gedənin sürəti A idi, A km/saat. C-dən gələn sürəti nə idi? B km/saat. B. 2 saata A sürətlə nə qədər gələr? 2 vurulsun A. VT düsturu ilə də 2 vurulsun A. B-miz bəs 2 saata B sürətlə nə qədər gələr? 2 vurulsun B. 2B. İndi bu CK-ya da bir X deyirəm. İndi bunlar bu nöqtədə görüşürlər, K nöqtəsində. Məlum məsələdir ki, bunlar eyni müddətə gəlib K nöqtəsinə çatırlar və görüşürlər. Çünki ikisi də daim hərəkət edirlər. Ona görə eyni müddətə onlar K nöqtəsinə çatmalıdırlar. A-nın sürətinin B-dən böyük olduğu verilir, baxın. Yəni, ikisi də eyni bir müddətə, o müddəti bilmirik, dəyişənlərlə ifadə edəcək, müəyyən bir müddəti K nöqtəsinə çatırlar. Yəni, ikisinin də K-ya, yəni görüşmə nöqtəsinə çatmağa sərf elədikləri müddətlər bir-birinə bərabərdir. İndi, məsələn, o A sürətinə malik olan avtomobilimizə bir A avtomobili deyək. Bunun sürəti nə qədərdir? V bərabərdir A. Düzdür? Və həmçinin gedəcək yol nə qədərdir? Gedəcək yol budur. Yəni, S bərabərdir 2A plus 2B plus X. İndi B-yə baxaq. B avtomobilinə baxaq. Sürəti nə qədərdir? B qədərdir. Gedəcək yol nə qədərdir? C nöqtəsindən başlayır, K-ya gedir. Yəni, gedəcək yol X-dir. Dediyim müddətlər bərabərdir. Burada T bərabərdir S bölünsün V-yə. Yəni 2A plus 2B plus X bölünsün A-ya. Buradakı T nəyə bərabərdir? S bölünsün V-yə yenə də. X bölü B-yə. Bu T'lər bir-birinə bərabər olmalıdır, düzdür. Gəlin bunları bir-birinə bərabər eləyək. 2A plus 2B plus X bölünsün A bərabərdir X bölünsün B-yə. Çarpaz vuraq. 2AB plus 2B kvadrat plus XB bərabərdir AX. İndi biz burada X-i A və B ilə ifadə eləməyə çalışsaq, buradan davam eləyək. Deməli, XB-ni digər tərəfə atıram. Nə qalır? 2AB plus 2B kvadrat bərabərdir X xarica çıxacaq, A çıx B. X da bərabərdir 2B-ni mötərizə xaricına çıxardaq. A plus B bölünsün A minus B-yə. X tapdım. İndi nə deyirdi? Arxadakı avtomobilin öndəki avtomobilə neçə saat sonra çatacağı müddət. Yəni T-ni deyir tam. İndi T-lərdən biz birini seçə bilərik də. İndi qısa olan, rahat olanı X böl B-dir. Mən X böl B-ni seçirəm. T bərabərdir X böl B. X-in əvəzinə verilən ifadəni yazıram. Bərabərdir. Deməli, B-yə bölürəmsə, onda B vurulun X-in məxrəzini əlavə edirəm. Yəni, B vurulsun A çıx B, surətlərdə 2B vurulsun A plus B. B-lər ixtisar edəcək, yekun ifadə bərabər olacaq. 2 vurulsun A üstə gəl B, bölünsün A çıxılsın B-yə. Cavabımız budur. A və B ilə bu şəkildə ifadə oluna bilər. Yəni, A variantı. Keçək növbəti sualın həllinə. Deməli, deyir AB 80, AC 100 km-dir. Sürətləri V1 və V2 olan iki avtomobildən biri A-dan B-yə, digəri A-dan C-yə doğru eyni anda hərəkət edirlər. 3 saatdan sonra A-dan B-yə doğru hərəkət edən B-yə çatıb geri dönərək D-də dayanır. Digəri isə C-yə çatıb geri dönərək E-də dayanır. D-yə məsafəsi
120 kilometr olarsa V1 plus V2 neçəyə bərabərdir? İndi gəlin verilən yolu özümüzə seçək. Başlanğıc nöqtə B olsun. Sonra D verildiyi kimi A, Y və C. Və uzunluqlarda işarə eləyək. Bura X olsun, bura Y olsun, bura Z olsun, burada K uzunluğu olsun. İndi nədir? AB 80-dir. AB nədir? X plus Y bərabərdir 80-ə. AC nədir? Z plus K bərabərdir 100 kilometr. Sonra bizə axırda BY-nin də 120 kilometr olduğunu verib. Yəni Y plus Z bərabərdir 120 kilometr. İndi əsas məsələyə baxaq. Sürətləri V1 və V2 olan iki avtomobildən biri A-dan B-yə, tutaq ki, birincisi olsun da A-dan B-yə, digəri A-dan C-yə doğru eyni anda hərəkət edirlər. Yəni, belə fikirləşin ki, biri buradan gedir, biri buradan gedir. Belə. 3 saatdan sonra A-dan B-yə doğru hərəkət edən, yəni birinci avtomobil, B-yə çatıb geri dönür, B-də dayanır. Yəni, bu, buradan bura gedir və həmçinin buradan geriyə qayıdır 3 saatın ərzində. Yəni, A-dan B-yə gedir, B-dən də D-yə qayıdır. 3 saat ərzində baş verir bunlar. V1 sürətlə 3 saata o qədər yolu qət edir. Yəni, V1 vurulsun 3-ə bərabər olur. Qət edilən yol. V1 vurulsun 3. Qət edilən yol nədir? Dedik, A-dan B-yə gedir, X plus Y gedir və həmçinin B-dən D-yə qayıdır. X qədər daha gedir. Bərabərdir 2X plus Y. İndi digərinə də baxaq. V2-dən oxşar yolla. Deməli, V2 sürətlə 3 saata gedir. A-dan C-yə gedir. Z plus K. C-dən də Y-yə qayıdır. Yenə K qədər gedir. Yəni, Z plus 2K. Bizdən nəyi soruşur? V1 ilə V2-nin cəmi soruşur. Gəlin bunları cəmləyək. Bu ikisini cəmləyək. Görək nə əldə edirik. Cəmləyəndə nə olur? 3 vurğu mötərizə xaricine çıxır. V1 üstəgəl V2 bərabərdir. 2x plus 2K-nı bir yerdə yazaq. 2 vurulsun X üstəgəl K. Y üstəgəl Z-i də bir yerdə yazaq. Y üstəgəl Z. 3 vurulsun V1 üstəgəl V2 bərabərdir. 2 vurulsun X üstəgəl K. Deməli, baxaq. Bu ifadəyə 1 deyək, bura 2 deyək, bura 3 deyək də. İndi birinci ifadə ilə ikinci ifadəni toplasan nə alaram? X plus Y plus Z plus K bərabərdir 180-ə. Y plus Z mənə 120 vermişdi. İndi bura 120 yazsam yerinə, X plus K bərabər olacaq 180 çıx 120-yə. Yəni, X plus K bərabər olacaq 60-a. X plus K-nın əvəzinə 60 yazıram. Üstə gəl. Y plus Z də 120 vermişdi. Bu da 120. İndi 3 vurulsun V1 üstə gəl V2. Burada 120, burada 120. Yəni 240. Buradan da V1 üstə gəl V2 bərabərdir 80-ə. Cavabımız 80 olur. Yəni B variantı. Deməli, keçək sonuncu sualımıza. Sonuncu sualımıza baxalım. Katerin çayın axını istiqamətində sürəti 20 km/saat, axına qarşı isə 14 km/s saatdır. Çayın axma sürətini soruşur. İndi katerin öz sürəti, yəni çayın axını olmadan durğun sudakı sürətinə VK deyək, X olsun. Çayın sürəti isə Y olsun. İndi axın istiqamətində gedəndə öz sürətinə çayın sürəti əlavə olunur. X üstə gəl Y, yəni 20 olur. Axına qarşı olanda öz sürətindən çayın sürəti çıxılır. Yəni X minus Y olur sürəti. Burada da bərabər verib X minus Y 14-ə. 14-ə. Çayın axma sürəti, yəni Y bərabərdir suala. İndi biz bu iki bərabərliyi tərəf-tərəfə toplasam nə olur? Y-lər gedər. 2x bərabərdir 34, x bərabərdir 17-yə. Məndən amma y soruşur. Yerinə yazacağım. X üstə gəl y 20 idi. X 17-dirsə, y də bərabər olacaq 3-ə. Yəni, cavabımız D variantı. Bu qədər. Ümid edirəm, bu 5 dənə sürət məsələsinin həlli sizlər üçün faydalı olar.
Sağ olun, salamat qalın.